Herkese selam, hər vaxtınız xeyir olsun dostlar. Necəsiz? Bugün sizlərlə birlikdə qarışım hazırlayacağıq. Qarışıma başlamadan öncə dedim kişmişləri yuyum. Hələ də görürsüz çirklidir. Yenə yumaq lazımdır yaxşı təmiz şəkildə. İnanın 4-cü, 5-ci dəfə bəlkə yumuşam. Hələ də ürəyim istəyən təmizlikdə deyil. Kişmişləri yumuduqdan sonra salfetka sərirəm ki altına ya da dəsmal səra bilərsiniz. Biraz tez qurusun. Quruduqdan sonra fındığı, qozu və kişmişləri çəkəcəyik yət çəkən maşından. Macun hazırlayacağıq. Kəşfətdə qabağıma çıxıb. Deyilənə görə immunitet gücləndirir. Yoxlayaq görək. Hətta üzərinə də salfetka sərmək istəyirəm ki, biraz tez çəksin suyunu. Qoruduqdan sonra geri dönüş eləyəcəm. Deməli bir balaca qoz da qırdıqdan sonra, fındıq da qırdıqdan sonra kişmişdən bir yerdə çəkən maşından çəkəcəyik. Kişmiş demişkən yadıma düşdü ki, artıq bunlar quruyub. Başlayaq qarışımımızı hazırlamağa. Enisinin səslərinə baxın, sizə imkan vermir. Xanımlar, şərt deyil ki, əl çəkən maşından çəkəsiniz, blenderdən də istifadə edə bilərsiniz. Sonra isə əgər turş olmağını istəyirsinizsə 1 limon, yox turş olmağını istəmirsinizsə yarım limon suyu sıxın və qarışımın üzərinə əlavə edin. İstəsəniz içərisinə qaysı da əlavə edə bilərsiniz. Küncüt də, hətta boranın tumu da zövq sizin. Məqsəd bir dənədir ki, immuniteti gücləndirək. Qızlar, üzərinə balı da və limon şirəsini əlavə edib qarışdıram, görək ortaya nə çıxacaq və uşaqlar bəyənəcək. Deməli, görünüş yaxşı olmasa da qızlar, qarışımımız budur. Dadı amma çox faydalıdır. İçində qoz, fındıq, kişmiş, bal, limon suyu, nə istəsəz var. Və həmçinin uşaqlar, yəni siz bunu yesəz, immunitetiniz güclənəcək, xəstəliklərə qarşı dirəncli olacaqsınız. Gec-gec xəstələnəcəksiniz. Hər ehtimal qarşı narahat olmayın. Yanınıza su qoyacağım, su içəcəksiniz, tamam mı? Anlaşdıq? Arkadaşlar bir şey diyeyim. Ben ben limon suyundan nefret ediyorum çünkü eşik. Ekşi, turşdur məzə. Hə, hazırsanız tadım eləyək. Bəli. Sadəcə bir qaşıq verirəm, merak etməyin, çox vermirəm. Ben götürürüm. Günə bir qaşıq yeməniz bəsdir. Çox deyil. Çox deyil, sadəcə bu. Ben özüm koydum. Bir tane yesem ay. Aç. Ana. Bir Ye. tane yesem ay. Soğan tadı. Sən də suyunu götür Elçin. Şurada. Tam şurada. Sıra Elçinin tadımında. Yeyirsən, suyunu içirsən. Aşkım, yaxşı, üstündən su içirsən. Yaşım ben puanları yazam. Mənə bax, bir ağzını aç aşkım. Yarasın ballarıma. Uşaqlar xal vermək istəyir. Yəni dedim axı puanlama eləyəcəyik. Ben senden 0. Ben de onun üzerinden 0. Amma düşünün ki bu faydalı bir şeydir. Nə harda faydalı şeylər var ona 0 verin. Amma desəm ki cipsiyə verərsiniz 10 xal, 100 xal. Amma desəm ki saqqız, nə bilim, görürsüz faydalı şeylərə ancaq 0 xal verirsiniz. Bu sizi qoruyur, immunitetinizi gücləndirir. Yaşarla 9. Tamam. Onun üzerinden 9. Ben onun üzerinden 0. Abone olmayı, like atmayı, yorum yapmayı unutmayın arkadaşlar. Bye bye. Sağ olun, sağlıqla qalın. Hələlik.